Səfəvi dövləti 17-ci əsrin sonu, 18-ci əsrin əvvəllərində dərin iqtisadi və sosial böhran keçirirdi. Dövlətin xəzinəsi boşalmışdı. Mərkəzi hakimiyyətin zəifləməsindən istifadə edən bəzi bəylər və başqa iri feodallar müstəqilliyə can atırdılar. 1716-cı ildə Valınski Azərbaycandakı vəziyyəti belə təsvir edir. Səfəvilər dövlətinin taxıl ambarı hesab edilən Azərbaycanda tarlalar 7 il ərzində əkilməmişdir. Ölkədə aclıq hökm sürür. Dövlətin ağır xərclərini vergilər hesabına ödəyəcəyini ümid edən şah, hökuməti bu işi qaydaya salmaq məqsədi ilə əhalini yenidən siyahıya aldı. 1699-1702-ci illərdə bu tədbirlərin görülməsi nəticədə ölkədə toplanan vergi və mükəlləfiyyətlərin artmasına, bu da öz növbəsində xalqın var-yoxdan çıxmasına səbəb olur. Azərbaycanda da xalqın mübarizəsi yenidən alovlanır. Şah hakimiyyətinə və yerli əyanlara qarşı müqavimət hərəkatı güclənir. İlk kütləvi xalq çıxışı 1707-ci ildə Carbalakəndə başlayır. Bu çıxış çox çətinliklə yatırılır. Daha sonra Təbrizdə və Muğanda çıxışlar olur. 1711-ci ildə Carbalakən cəmaatı yenidən silaha əl atır. Şamaxı şəhərinə hücum edən üsyançılar Bəylərbəyinin qoşununu məğlub edərək özünü də öldürürlər. Tezliklə Muğan əhalisi də mərkəzi hakimiyyətdən üz döndərir. Azərbaycanın cənubunda və şimal-şərqində, habelə Cənubi Dağıstanda da Səfəvi hakimiyyətinə qarşı ciddi çıxışlar baş verir. 1709-cu ildə Təbrizdə sənətkarların və şəhər yoxsullarının da silahlı çıxışları başlayır. 1709-1715-ci illərdə Soğucbulaq və Muğanda kəndli çıxışları geniş vüsət alır. Elə bu illərdə Şirvan feodal zülmünə qarşı mübarizənin mərkəzinə çevrilir. Şirvan üsyançılarının ilk addımı uğursuz olur. Müşkür mahalının Dədəli kəndindən olan Hacı Davud xalq hərəkatına rəhbərlik edir. Üsyançılar Dərbənd, Şirvan və Xudata hücum edirlər. 1719-cu ildə mərkəzi hakimiyyət hərəkatı yatırır. Hacı Davud həbsxanaya salınır. Az sonra həbsdən qaçan Hacı Davud 1720-1721-ci illərdə yenidən hərəkata rəhbərlik etməyə başlayır. Şirvanda və Dağıstanda hakimiyyəti ələ almaq məqsədi güdən Hacı Davud kömək üçün Rusiyaya müraciət edir. Lakin Rusiyanın mənafeyinə uyğun olmadığından onun müraciətləri cavabsız qalır. Vəziyyəti belə görən Hacı Davud qüvvələri toplayaraq Qazıqumux hakimi Sulxay xanla birləşib 1721-ci ilin avqustunda Şamaxıya hücum edir. Üsyançılar şəhər əhalisinin köməyi ilə Şamaxını ələ keçirirlər. Bu zaman Şamaxıda alver edən xarici tacirlərlə yanaşı, Rus tacirlərinə də böyük ziyan dəyir. 1722-ci ildə əfqanlar İsfahan yaxınlığında Səfəvi ordusunu məğlub edirlər. Sultan Hüseyin başda olmaqla bütün Səfəvi xanədanı həbs edilir. Şahın böyük oğlu Təhmasib Astrabada qaçmağa imkan tapır və burada özünü ikinci Təhmasib adı ilə şah elan edir. Artıq bu zaman Osmanlı və Rusiya dövlətləri Qafqazda hakimiyyət uğrunda qarşı-qarşıya durmuşdular. Təbii zənginliyi, xam mal ehtiyatı, əlverişli strateji coğrafi mövqeyi ilə fərqlənən Azərbaycan bu dövrdə də qonşu dövlətlərin diqqətini özünə cəlb edir. 18-ci əsrin əvvəlinə kimi hərbi siyasi təcavüz üçün kifayət qədər gücü olmayan Rusiya, Azərbaycana qarşı yalnız iqtisadi siyasət həyata keçirir. Lakin bu siyasətin az əhəmiyyət kəsb etdiyini başa düşən 1-ci Pyotr, təcavüz yolu ilə Xəzəryanı bölgələri ələ keçirməyi qərar alır. 1-ci Pyotrun planlarına aşağıdakılar daxil idi. Xəzər dənizini Rusiyanın daxili dənizinə çevirmək. Şərq ölkələri ilə Xəzər-Volqa su yolu vasitəsilə ticarət etmək. Şərqlə qərb arası ticarətdə Rusiyanın vasitəçiliyinə nail olmaq. 1-ci Pyotr Valınskiyə Qafqazda müharibəyə hazırlaşmaq barədə gizli göstəriş verir.
O, buradakı xristianlarla əlaqə yaratmalı və Rus ticarətinin inkişafı perspektivini öyrənməli idi. Yürüşün əsas məqsədi isə Xəzər dənizinin qərb sahili bölgələrini işğal etmək və Cənubi Qafqazda möhkəmlənmək olur. Bundan ötürü təkcə dənizin dar sahil boyunu tutmaq yox, Cənubi Qafqazın içərilərinə doğru irəliləmək lazım gəlir. Ona görə də 1722-1723-cü illər kampaniyasında hətta Təbrizə və Azərbaycanın digər bölgələrinə də yürüş nəzərdə tutulur. 18-ci əsrin əvvəllərində Rusiyanın Cənubi Qafqazı, o cümlədən Xəzəryanı Azərbaycan torpaqlarını işğal etmək siyasəti Osmanlı İmperatorluğunun siyasəti ilə toqquşur. Buna görə də 1. Pyotr bu məsələnin həllini gələcəyə saxlamağı qərar alır. Şirvan üsyanı Rusiyanın bölgədə planlarının gerçəkləşdirilməsinə imkan yaradır. Rus tacirlərinin ziyan çəkməsini və bəzilərinin öldürülməsini bəhanə edən Rusiya, Xəzəryanı bölgələri ələ keçirmək planını reallaşdırır. 1. Pyotr yürüşün əsas mahiyyətini Rus tacirlərinin intiqamını almaqla pərdələyərək Hacı Davudu və Surxay xanı həm Səfəvi şahının, həm də özünün düşməni elan edir. Bunu nəzərə alan Hacı Davud kömək üçün Osmanlı Sultan 3. Əhmədə müraciət edir. Rusların Cənubi Qafqaza təcavüzünə mane olmaq istəyən Sultan Hacı Davudun təklifini qəbul edir. Bu müraciət Osmanlıların Azərbaycanın daxili işlərinə qarışmasına imkan yaradır. 18-ci əsrin birinci rübündə Rusiyanın inkişaf edən iqtisadiyyatının Azərbaycan xammalına böyük ehtiyacı yaranır. Lakin Xəzəryanı bölgələrə yürüşün sürətlənməsinin səbəbi təkcə bu olmur. Hacı Davudun Osmanlı dövlətinə müraciəti də Rusiyanı narahat edir. 1. Pyotr 1722-ci il iyunun 18-də Xəştərxandan yürüşə başlayır. Rus qoşunu iki istiqamətdə, quru və dəniz yolu ilə hərəkət edir. Dərbənd istiqamətində hərəkət edən Ruslar 6 kəndi yandırır. Bununla yerli əhalini qorxutmağa çalışırlar. Azərbaycan ərazisinə daxil olan Rus qoşunu elə də ciddi müqavimətə rast gəlmir. 1. Pyotr dini amildən də məharətlə istifadə edir. O, Cənubi Qafqazın xristian əhalisinə bu yürüşdə məqsəd onları müsəlmanların zülmündən xilas etmək olduğunu elan edir. 1722-ci il iyunun 15-də Azərbaycan dilində bəyannamə nəşr etdirən 1. Pyotr, Xəzəryanı bölgələrdə yaşayan Şiyə təriqətli əhalini inandırmağa çalışır ki, o, Səfəvi şahının dostudur. Bu əraziləri işğal etmək niyyəti yoxdur, yürüşdən məqsədi əminamanlıq yaratmaq və Rus tacirlərini qarət edən qiyamçıları cəzalandırmaqdan ibarətdir. Onun bu hiləsi öz bəhrəsini verir. Yerli əhalinin bir hissəsi Rusiyaya meyllənir. Bu işdə imperatorun Cənubi Qafqazdakı elçiləri də kifayət qədər rol oynayır. 1722-ci il avqustun 15-də Rus eskadrası, 23-də isə piyada qoşun Dərbəndə çatır. Şəhərin naibi İmamqulu bəy qalanın açarlarını 1. Pyotra təqdim edir. Lakin Azərbaycanın nüfuzlu feodalları Rus ordusuna müqavimət göstərməyi qərar alırlar. Bakı hakimi Məhəmməd Hüseyin bəy və onun həmfikirləri öz güclərinə, həmçinin Hacı Davudun köməyinə arxalanaraq şəhəri qorumaq və Rus qoşunlarını Bakı qalasına buraxmamaq qərarına gəlirlər. Buna görə də Məhəmməd Hüseyin bəy 1. Pyotrun məktubunu gətirən şəxsi qəbul etmir. Belə bir vaxtda 1. Pyotr Sankt-Peterburqa qayıtmalı olur. Bunun bir sıra səbəbləri var idi. Avropada İsveç tərəfindən Rusiyaya qarşı yeni müharibə təhlükəsinin yaranması, Rus ordusunun Xəzəryanı bölgələrə təcavüzünün Osmanlı dövlətində kəskin etirazı səbəb olması, Hacı Davudun dağlarda qoşun toplayaraq Rusların hücumunun qarşısını almağa hazırlaşması. 1. Pyotr Bakının işğalını general-mayor Matyuşkinə tapşırır. Sankt-Peterburqa qayıdan 1. Pyotrun göstərişi ilə 1722-ci ilin dekabrında Rəş şəhəri zəbt edilir. Rus eskadrası 1723-cü il iyulun 6-sında Bakı körfəzinə daxil olur. Məhəmməd Hüseyin bəy Rus komandanlığının təslim olmaq təklifini rədd edir. Rus qoşunu şəhəri top atəşinə tutur və 1723-cü il iyulun 28-də Bakı zəbt edilir. Məhəmməd Hüseyin bəy həbs olunaraq əvvəlcə Həştərxana, sonra isə Rogaçevskə sürgün edilir və orada da vəfat edir. Knyaz Baratinski Bakının komendantı təyin edilir. 1. Pyotr Bakının alınmasına hədsiz dərəcədə sevinir və onun göstərişinə əsasən bu hadisə Sankt-Peterburqda yaylım atəşi ilə qeyd olunur.
Rus qoşunu Salyanı da işğal edir. 1723-cü il sentyabrın 12-də İkinci Təhmasibin Sankt-Peterburqa göndərdiyi elçisi İsmail bəy Şahdan icazə almadan Rusiya ilə müqavilə imzalayır. Müqavilənin şərtlərinə əsasən Xəzəryanı bölgələr, Dərbətdən Gilana qədər olan torpaqlar Rusiyaya verilirdi. Rusiya Əfqanlarla müharibədə Səfəvilərə hərbi yardım edəcəyini öhdəsinə götürürdü. Lakin Şah bu müqaviləni təsdiq etmir. Beləliklə də 1722-1723-cü illərdə Xəzəryanı bölgələrin Rusiya tərəfindən işğalının birinci mərhələsi başa çatır.